Demək uşaqlar, bugün uzun müddətdən sonra Hilal Azərdən videolarına baxacağıq. Bu arada belə bloqerlərin videolarına baxdığım serialları artıq dayandırmışdım. Ancaq Hilal Azərdə gördüyüm ki, hardasa bir 15-dən 20 dənə videosuna baxmamışıq son zamanlarda. Mən də dedim, bugün bu Yumor kralının videolarına baxaq deyirəm və videomuza keçirəm. Görüm hələ nə tipli videolar çəkib. Bu arada heç birinə belə qabağıma çıxır keşfətdə. Prosta heç birinə baxmıram ki, sırf videoda ilk dəfə baxın və real reaksiyalarımı verin də başa düşürsünüz. Hilal Azərdən də Instagram və TikTok hesablarını açıqlama qismində görə bilərsiniz deyirəm və videoya keçirəm. Şirinim, balam ben geldim yeğenim. Gülsene ne almışam. Gülne bir dedim niye öyle, bir de niye öyle ile. Bəs ne oldu dünenleri it kimi qabağımda diz çöküp hav verirdin. İndi niye eğlenmişsən? Dava pişiyim. Herif bir dakika dayan da. Ay zibi. Oğlumun sürməyinə bax ya sən. Əsəbləşmə də sən pişiyin. Qardaş, bizim hamımıza bir dənə ayran, bir dənə də şaurma verərsən də zəhmət olmasa. Qardaş, mən diyetadayım, mən şaurma verməm, mən deyəcəm. Buna bir dənə pişiyin mi verim? Allah heç nədən, mən dünənlər ona görə əsəbləşdim, dava saldım elə orada. Hə, brat, əsəbləşmə. İç, brat, iç. Sən əsəbləşəsən bir də it kimi qaparsan. Səndə varaq o. Bir dənə diz çəkmənin yolda da. Oğlanların dilinə bir dənə söz salmalı deyil də. Oğlanların başını bırax. Dost sevgilinizin dilində bir dənə söz saldınız ki, södə, yəni ömrünüzün axırına qədər o gözdə soxacaqlar. Brat, uşaqlara bax, istədikləri vaxtı topu götürürlər, gəlib futbol oynayırlar, xoşbəxt olurlar. Necə istəyərdim o illərə qayıdım. O illərə niyə qayıdırsan ki? İndi girib oynayıb xoşbəxt ola bilmirsən ki? Ay yox, brat, yaş var, baş var, cəmaət baxır. Ayıb. Ay yaşın nə aidiyyatı var? Allah, məsələnsən, bu nə ego deyə hamımızı sıxır. Mütləq ki, ABS sazdan bilet alıb harasa getməlisiniz ki, xoşbəxt olasınız. Deyə qabağında da xoşbəxtlik. Götür topu, gir oynayaq. Doğrudan deyirsən? Allah həri. Davay. Nə olacaq? Sən Allah nə olacaq? Nə ləqə la? Daha bir qəribə bir də epik bir şey gözləyirdim. Yəni xalan başına niyə vurursan? Yorulmayasınız qardaş. Niyə görə dedin ki, indi güya bu sözü sən? Brat, özümü göstərmirəm, mən valla. Prosta bir dənə belə söz deməyinə gör nə boyda xoşluq eləmiş olursan, sən hansısa bir fikir adama. Həm də brat, gör nə gözəl adətlər. Mənim yadımdadır, biz böyüklərlə uşaqlıqda bayıra çıxanda kimisə belə küçədə görürdülər, salamlaşırdılar. Ya da kimsə sənin kimi belə nəsə içəndə deyirlər ki, nuş olsun. Görsən adamı necə xoş olur. Ya da mənim yadımdadır, biz böyüklərlə hamama gedəndə tanımadığı adamların hamısına deyirlər ki, həmişə təmizlikdə, vücudu pak. Ən azından bu küçədə kimsə belə işləyəndə çönüb deyirlər ki, yorulmuyorsunuz, Allah qüvvət versin. Niyə görə biz belə ala bildim, gör o sözü kimə deyirsən sən? İndi tutdum söhbəti. Bu arada başında o yorulmayasınız qardaş sözünü elə bildim buna deyir. Ondan sonra tutdum söhbəti. Oğullar yorulmayasınız. İlkin 5 sizin haqqınızda bizim bir əməkdaş şikayət ilə də eşitmişəm. Hüseyin müəllim, kim şikayət edir? Fərqi yoxdur kim deyib. Etibarlı mənbələrdən aldığım məlumata görə siz hər gün işə gecikirsiniz. Etibarlı Hansı mənbə. axmaq şikayət edib Hüseyin müəllim? Mümkün deyil axı, özünüz bilirsiniz ki, mənim evim yoxdur, özüm də burada yaşayıram. Hər gün səhər siz işə gələndə mən gəlib sizi qarşılayıram. Yaxşı, bəs bizim şirkətin unikal satış strategiyasını rəqib şirkətlərə ötürmək bu haqda nə deyə bilərsiniz? Deyirəm, insan nə qədər ağılsız olmalıdır ki, bu məlumatı sizə versin Hüseyin müəllim. Ölkədə bizdən başqa alkoqolsuz araq istehsal edən yoxdur. Hansı rəqibdən söhbət Alkoqolsuz araq. gedir? Yaxşı, hər şey qoyduğu qırağa. Bəs bizim şirkətin xanım əməkdaşlarına qarşı etdiyiniz əxlaqsız hərəkətlər? Ha? Nə deyil? Hansı vicdansız sizə bu Nə məlumatı deyil? verdi? Özdə bizdə xanım əməkdaş var Hüseyin müəllim. Şirkətdə sizsiz, məndən bir də bu xəbərçidə başqa kim var ki? Şirkət salmısınız, nə şirkəti? Ala 12 kvadrat konteynerdə qapını açırsan trasdır. Sizə kim icazə verir mənim şirkətimə xəbərsiz şəkildə girirsiniz? Ailə şirkətə yolun qırağına qoyubsunuz it putkasını deyəsən şirkətim var. Özdə mən auditəm. Etibarlı mənbələrdən aldığımız məlumata görə burada pul yuyursunuz. Mənim hansı etibarlı mənbələrdən? Yaxşıydı, bax yaxşıydı. Bax bu ssenari görürsünüz və stikerlər. Eynisi də deyəsən sən öyle. Bəlkə də onu şey eliblər. Oğru, tez ən dəyərli əşyaları mənə ver. Oğruya bax bir dənə başda kalkatka keçirdim he. Bu nədir ola? Makyaj əşyalardır. Oğruya gülə-gülə gətirib versən əşyaları, o mənə satıb versən. Ən dəyərli. Pişiyin zadını gətir. Təxmin edin, mən səni öldürürüm. Bax, həqiqətən baxmamışam bu videolara əvvəl, ancaq təxmin edin mən səni. Məncə o verdiyi şeylərin rahat bir 200 min qiyməti var da. Dost qruqun istirahət, hər şeyi alan 0 manat təşkilatçı.
qızlar belə 0-0 atışırlar, hər hamısından neçə qəpik düşürsə hamısını verirlər. O sırada oğlanlar. Hüseyn müəllim, mənim sizdən şəxsi söhbətim var. Olar ki, bu çıxsın. İlkin bəy, mən köməkçimdən heç nə gizlətmirəm, rahat danışa bilərsiniz. Hə, olsun. Mən Hüseyn müəllim işdən çıxıram, şirkətlə yollarımı ayırıram. Bəs əgər mən desəm ki, bu aydan etibarən hər bir əməkdaşın maaşı 100% artırılacaq. Gözəl təşəbbüs Hüseyn müəllim. 100%, fişək 100 manat alır, 100% artırılır, 200 manat alır. Amma mən özümə yeni şirkət Oy, açıram. zübür. 200 min dollarlıq investisiya ayrılıb, özümə də yüksək məvacib qarşılığında etibarlı Qaşa. işlər Qaşa. aparıram. Soğurlar. Amma bunu da bilin ki, ilin sonunda hər bir əməkdaş 20 min manat premiya alacaqdır. 20 min nədir ki, Hüseyn müəllim? Bizim şirkətdə işləyən hər bir əməkdaş ilin sonunda yepyeni avtomobillə təmin olunur. Qaşa. Özünüz bilərsiniz. Lakin bu ayın sonuna qədər əməkdaşlar arasından özümə bir şərik seçəcəm. Düzdür, bilmirəm elə o hansı əməkdaşdır. Amma bu ayın nəticələrindən asılı. Mən bunu demək istəmirdim, amma siz məni vadar elədiniz. Bizim şirkətdə hər bir əməkdaşa nahar yeməyi pulsuz olacaq. Ay zübür. Özü peruftarı. Nahar yemək. Ha, Hüseyn, mən işdən çıxıram. Bu nə cürətli müdürlə belə danışırsan? Utanmırsan sən? Hə, yaxşı eləyirəm. 5 milyon udmuşam lotereyadan. Gəlirəm dincələm. Oy zübür. Hüseyn müəllim, Külə hara əsirsə mən də ora gedirəm misala. Aha, ilkin yazmış şirkətə iş saxtardı. Gedim sevimli at. Nə olur? Niyə öskürürsən? Ağsaqqal neçə vaxtı xəstələnmişəm, bu axmaq virusdan tutulacam, özümə gələ bilmirəm. Resepti də yazıb doldurublar dərmanları, heç nə kömək eləmir mənə. İndi həkim baramısı şarlatandılar, xalq təvabəti qalan yerdə nə Xalq təvabəti. Ağsaqqalam. Ata bir dənə söz deyim, maillə çəkiblər böyük ehtimal. Bu indi fikir verdim. Mən əvvəl fikirləşirdim ki, saqqalın falan necə ağardılar. Böyük ehtimal maillə falan çəkiblər. Qulaq as, gedirsən 300 qram sidik, keşniş, bir də sarımsaq. Qarışdır, vur badana vur, resept öyrətlərə geçsin. Aman deyirsən ağsaqqal. Dillər nəsə içib rəhmətə gedib ağsaqqal. Bu zamanlar özünə baxmır. Baxmaqdan deməyə, bu virusdan mən də tutmuşam. Ölümün ağrısından 3 gündə əziyyət çəkir. Deməli qulaq as, 300 qram sidik. Adama deyirlər ki, silik sözünü eşitəndən sonra deməli ki, danışsın ay. Yenə ölür. Yersiz getdi ala. Ala deməyə demə. Bu yaxınlarda özdə istirahətə getməli idi yazıq. Öz aramızda nə qədər məşhur adam var burada. Zarafatsız ala. Ola nigar camal. Cəzamın olan həmin reklamını görəndən sonra mən. Salam aleyküm qardaş. Salam, xoş gəlmisiniz. Mən də məsləhət görərdiniz. Espresso, americano, cappuccino, latte, mate, frappe, mocha, poca, soca, doca, single, double, matcha, pacha, Yarısından sonrası külə yoxşadı elə bir ki. macchiato, turkish, mürkish, raf, taf, kaf, paf, brûlé, trûlé, brûlé, brûlé, chicken pow, kimin chow, ups, tups, Bir raps, dəqiqə tups. qardaş, mənə kofe ver. Südlü, südsüz, siroplu, siropsuz, şəkərli, şəkərsiz. Süd necə olsun? Fındıq, badam, kokos, yulaf, Qardaş, soya. adi süddə inək südü. Yağlı, yağsız, laktozlu, laktozsuz. İstəmirəm ey qardaş kofe, qurban olum, mən bir dənə çay ver də. Qara, yaşıl nanə, yaşıl tropik, ramaşka, Ay qızıl qardaş, gül. xahiş edirəm, nə məsləhət bilirsənsə onu da Menümüzdə ver. yeni içkilər var. Major Crush Cherry Rush. Dadına baxmaq Ver. istəməzdiniz? Cherry Foam Cold Brew, Cherry Foam Cherry Latte Chiller, Ice Cherry Matcha Latte. Hansı? Üçün də ver. Nə qədər danışdı ha bu, yoruldum hə. Neysə, götür hansından istəyirsən, iç, bir də mənə danış görüm necəsən. Nəyi nəzərdə tutursan? Fiziki, mənəvi, psixoloji, emosional, Ay, spiritual, zibin. ailə, qohum, əqrəba, sosial münasibət, maddi vəziyyət, iş, güc, karyera, gələcək planlar. Bunlar ruhumun dərinliklərinə bax deyir. Buna görə də sevgilində başım buraxın, kofeyə də başım buraxın, oturun evinizdə çay için vallah deyirəm. Bütün səyahət boyu hər yerdə qarşına çıxan həmin o yad turist. Kaş biz də belə şeylər yaşasaydıq da bu yad turistlərdən biz də görsəydik. Ay, yoruldum hə bu işdən. Haçana kimi belə olar? Ay Hilal, nə oldu yenə? Düz demirəm qardaşımsan, sən yorulmamısan. Belə həyat Sən olar. kimə şikayət edirsən? Evdəkilər deyir də bizə gedin bir oxuyun, sənət yiyəsi olun, idmanla məşğul olun. İndi gic-gic ondan bundan tində pul alırdıq. Ha nə oldu axı? Nə danışırsan? Nə sən kim mənim əlimdən tutub düzgün yol göstərdi? Kim mənə dedi gəl bu işlə məşğul ol? Mən gəlib məşğul olmadım. Sənin əlindən tutub aparan lazımdır. Zürafə boydasan. Gedib bir basketbol azadla məşğul olardın. Bütün dünya bəlkə də tanıyırdı səni Nə indi. gic-gic danışırsan? Nə sən bizim vaxtımızda basketbol üçün şərait var idi. Hə, onu düz deyirsən. Nə zor vaxta düşüblər alavlar. Vallah. Neysə, brat, işimizi görək. Planı dolduraq. Düz deyirsən, pulumuzu qazanaq. Nə işdə olar?
Halal yoldan pul qazanmaq buna deyirlər. Salam əleykum qonşu. Salam əleykum qonşu. Mən dükana gəlirəm, ürəyim nəsə istəmir. Hə, mənim üçün bir dənə Bizon Max götür də. Bu sual mədəniyyət üçün veririk axı biz adətən. Hə, Murat, mənim başımın içində xaos yoxdur, ona görə fikirlərimi rahat ifadə edə bilirəm. Bu adı Rəşid də belə deyə belə. Nətər deyim, gəl bizə bu gün getmə evə, bu gün gəl bizə deyirsən, gəlir. Mağazaya gedirəm, nəsə istəyirsən, deyirsən, deyir. Nəzər istəyirsən qardaşım, gəlmə bizə, xahiş elə. Həm də sizin kimi bütöv gün ora-bura qaçmıram da. Mən bu tində dayanıb özüm üçün çox şey dərk eləmişəm. Çünki burada dayana nəyi başa düşmüsən, sən? Məsələn, onu dərk eləmişəm ki, sənin yoldaşın bilsə, sən evə başqa qızla gəlsən, sənin vəziyyətin yaxşı olmaz. Buyur əzizim. Öpürəm qonşu, var olasan. Təzə biznes ideyası açıldı. Bundan sonra mən də bu işlə məşğul olacağam. Başlayın. Uzat təyyarədə. Dur soruşum. Olaraq təyyarə. Kanka bu ne samat oldu? Ha? Əmi, ver də bir kursuru, nə olar? Bak sürətlənə bir də orada sınanıb gələcək. Abi şey başa düşmürəm. Necə razı saldılar Allah bu təyyarənin burasına qədər girməyi. Buna bax elə təyyarənin içində qır şey var ya. Bastıram knopkaları orada. Bastıram knopkaları da. Bir əl sürümdə nə olar? Salam əleykum. Allah rəhmət eləsin. Sağ ol. Babavızdır deyəsən. Hə, babam idi. İndiyənə kimi axırıncı sözləri qulağımda sırğı olub. Tanış idiniz? Nə idi axırıncı sözləri? Aa, nə qəşəng yerdir. Hə, mən də birinci dəfədir qızla gəlirəm bura. Gəl otur orada. Bunu o qədər yaşamışam ki, Allah qaçsız işlərin vaxtı bunu həqiqətən çox yaşamışdım da. Səndən çox xoşum gəldi. İlk dəfə deyim mən hansısa qıza bu sözü deyirəm. İkisi bir-birini tanıyır bu arada. İlk dəfədə burada şəkil çəkdim. İlk dəfədir Instagramda qızla şəkil paylaşıram. Girdi ağzına ya. Mənim əlim indiyənə kimi oğlan əlinə dəyməyib. Bağışla. Şeş tema bilirsən nətər olur? Eyni restorana, hə, qız da fərqli-fərqli oğlanlarla gəlir, oğlan da fərqli-fərqli qızlarla gəlir. Ancaq bir dənə ofisant eyni sabit orada ofisantdır. İkisi də görür ki, bu fərqli-fərqli şeylərlə gəlir. Bir yerdə yazıb ki, ilk dəfədə yun papaqlı ofisant görürəm. Ya ki, biz işləyəndə soyuq olurdu, taxırdıq. Nə var ki orada? Ofisantlar papaq taxa bilməz, yəni nə məsələn var? Nöş çağırmısan? Maşını satıram da Hilal, köməyin lazımdır. Valla başım xərab deyilsən, buna görə məni yuxudan oyatmısan. Mən maşını sata bilirəm. Nəzələrsən Hilal, sən satmasan kim satacaq? Ağdamlısan da maşını satmaq sizlik deyil. Bu nə gic-gic stereotiplərdir. Hər ağdamlı maşını sata bilir bu ya. Söz gəlir, hazırır. Salam əleykum. Maşın budur. Salam əleykum qardaş. Neçənci ildir? 2011-ci ildə alışır 2012, heç bir detalına kaska değməyib, tam ideal vəziyyətdə. Bütün rasxodnikləri təzəlikcə dəyişilib. Proklatka, nakladka, bir də ki sayniklərin hamısı təp-təzədir. Motor xadavoy ideal vəziyyətdə. Salon ideal vəziyyətdədir, xanım tərəfindən idarə olunub, heç içində siqaret belə çəkilmir. Mənim qardaşım pes və kondisioner ideal vəziyyətdədir, təkcə disk təkərə 2000 manat pul xərclənib. Yaxşı onda qardaş, gəlindən behləşək, hesabı maşına format edərik. Oldu, görüşərik. Avtomatik olaraqdan default olaraqdan işlərə deyəsən bu özəllik. Bu neydi ola? Mən sənə bir saatdır nə deyirəm? Bu arada bu şayəmi deyilmi bilmirəm, indi mən haqları yeməyim. Başa düşürsən, hər ağdamlı beləmi, deyilmi? Bu haqqında məlumatım yoxdur, ona görə bir şey deyim. İndi bir şey deyəcəm, sonra üstümə olacaqlar ki, sən ağdamlılara nə deyirsən? Heç nə demirəm, sadəcə videoda. Bura nə lan? Salam əleykum. Salam, salam dostum. Dönər neçədir? Dönər 2 manat 50 qəpik. 2 manat 50 qəpik, nə? Yaxşı deyil bu arada. Əvvəl nə vaxt idi? 2021-ci ildə falan Bakıya gələndə 1 manat 20 qəpik dönərə verməyə ürəyim gəlmirdi. Qalsın. Qudurmuşuq. Çox sağ olun. Qardaş, sən nə işlə məşğulsan? Mən tələbəyəm. Tələbələr bizim gələcəyimizdir. Bunu deyəcək TikTok edirəm. Mən səni çox yaxşı başa düşürəm, çünki mən də sənin kimi olmuşam, sənin yolunu keçmişəm. Haçan kömək lazım oldu, bil ki, sənin böyük qardaşın buradadır. Bu dönəri də götür, nuş olsun. Təzə hazırlamışam. Çox sağ olun. Nuşican! Nə Nə olacaq? kırısı adamsan ala sən. Bir dənə ayran qoya bilmirdin bunun böyrünə. Naşükürlük. Naşükür olmuyor inşallah. Bu arada axırda biz sizlə gözlədim. Bir də arxadan işçi səs falan gəlməsini gözlədim. Burası fərqli idi. Var, nə istəyirsən mən? Ay bədbəxt. Zəhləm gedir səndən, nifrət eləyirəm mən. Qonşu necəsən? Çox sağ olun, əmi. Yəni ki, bu səslər sizi də bezdirib. Yox, mən əsas üst qonşuya qulaq asıram, onlardan zəhləm gedir. Mənə bax, sən deyəsən gezməyə çıxırdın, gəl istəyirsən bir yerdə yaxşı vaxt keçirdək. Hə, olar. Nəğmə sustu dodaqlarda, dilə gəldi. Mənə baxan uzaqlarda, kəndlərdə bir əskər, kəndlərdə bir əskər. Anamızın vay mama,
bardak bozuldu. Olmaz olsun. Ürəyimi sıxma da dostum. Sağ ol. Sağ ol. Hissedersin Hilal'ın sesinde bu arada fikir verin. Gençliğimden her şeyi sen puç elədin. Mən sənə çox şey istirdim. Diqqət fazla istirdim. Mənə vaxt ayırasan. Evlə Abi böyle şey olmaz gözləmirdim. Hər gün hər gün o səsi açmazsan ki, gərək inansın da o şey sizə. Prosta yəni biz bunu real həyatda yoxlasaq var. Cəhət deyirlər ki, əsas siz atın qəlbinizə imkan verin yataq da. Köynə bək tutur ha Hilalda. Doğrudan dedin. Danışırsan bura gözüm oldu bək tutur köynə. Çox belə özdə papağı da taxırsan. Yaz tapmışam. 6 PlayStation. Üstü PlayStation. Məsələn, sağ ol bu başına bax bura ata. Duraq da bura. Gec olur, duraq da. Duraq. Bura yaxşı yadıma düşdü, sonra yadımdan çıxacaq. Sənin maşından o ses gəlir deyə belə O şey səsini deyirsən də, belə şak 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 şak. o səs. O Evap deyil, bura. O danışıram ki, toylara pul salmaqdan. Brat demək, adamı elə borca salan toy deyir. Yoruldum hemen duraq bura. Duraq deyirsən duraq. Sizdə bura səhərdən deyirik duraq çıxaq gedək, durub çıxıb gedə bilmirik. Gecə olur 3-4. Mənim rejimim var qardaş. Mən istəyirəm O, adam boğazladı alsın, qızar. gedim yatım. Səhər saat 6-da oyanmalıyım, işə getməliyəm mən. Köynə bək tutur ha Hilalda. Doğrudan dedin. Danışırsan bura gözüm. Lupa gəl, lupa gəl. Lupu nə qəşəng düzəldiblər. Allah, özü hiss eləmədim ha bu arada. Sən öyle deyirəm yəni. Bayağı qəşəng lup eləyiblər ya. Düzü tuta bilmirəm. Mən normalda tuturam ya bu lupları. Çox qəşəng tuturam da. Bu sefer hər iki dənə tuta bilmədim də yəni. Bayağı qəşəng quraşdırıblar, az xoşuma gəldi. Hüseyn müəllim, maşınanı siz nə əcəb burada durmusunuz? Maşın oradadır. Həm də təmiz hava Taraz beynin yoldaşıdır. Hüseyn müəllim, nə gözəl sözlərdir düz. Olar mən də sizinlə dayanım. Ehtiyac yoxdur Hilal bəy. Şirkətin uğurlu strategiyasının əsas səbəbi mənim axşam yürüşlərimdir. Ona görə də gedin, ailənizlə vaxt keçirdin. Hüseyn müəllim, mən sizi başa düşə bilmirəm. Sizdə hər şey qaydasındadır axı. Şirkət saat kimi işləyir, qazanclarınız yerində. Niyə görə özünüzə zülm verirsiniz axı? Hilal bəy, mənim əsas sərvətim sizin kimi əməkdaşlarla bir yerdə işləməkdir. Mənim artıq 1 manatda belə gözüm yoxdur. Qardaş gözlə gəlirəm, atmen və kartdan kart atarsın. Belə də. Biraz sönük qalır o bir videoların yanında. Biraz belə. Az bu nədir? Az belə çay olur, hamam suyu da az bu. Üzünə nəhlər. Belə çıxdı məndən danışırsan. Allah nə öldürsün, çıxıb gedəcəksən dədəmi qaramazsan. Asana gedirsən, get, istəyirsən laf aviasiya satsan ucuz bilet al, rəhd ol, çıx get bu xarabadan. Bir sənətlərdə normalda reklamlara qoymuram ben video. Prosto belə reklam o qədər qəşəng soxur ki video. Adam ləzzət edir də. Rəhd ol! Rəhd ol! Nə uzaq əcəklərə. Nəsə bu video bu qədər. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Hal-hazırda baxmadığımız bütün videolar bu qədər idi. Əgər davamı istəyirsinizsə bu videoya bir dənə 3000 like atmağı unutmayın. Deyirəm və bu videonu burada sonlandırıram. Görüşmək üzrə. Səs yaxşı çıxmadı var.